Peyğəmbər həmin rəvanla gedirdi. Yahudilər gəldilər Peyğəmbərimizin qarşısında nə maneələr düzəltdilər və qoymadılar Peyğəmbər bu hakimiyyəti həyata keçirsin. Buna qədər məlum oldu ki, İslam düşmənləri Peyğəmbərin hədəfini bilirdilər və Peyğəmbərin gələcəyini bilirdilər. Bunu Quranda dedik, sonradan Quranda bəyan edir ki, Peyğəmbərin məqsədi İslam hakimiyyətini yer üzündə qurmaq idi və Peyğəmbər gəldi, həmin işi də gördü. Əvvəl Məkkədə istədi bu işi görsün, qoymadılar. Peyğəmbəri təzyiq altında qoydular, Peyğəmbərimiz əleyhissalam hicrət elədi Mədinəyə. Və Mədinədə ilk işi nə oldu? İslam hökuməti. Və İslam hökuməti qurandan sonra hökuməti dünyada yer üzündə olan böyük imperatorluqlara Peyğəmbər məktub yazdı. Və siz də gəlin təslim olun. Mən Allahın Peyğəmbəriyəm, onun tərəfindən gəlmişəm və sizə sözüm var. Gəlin təslim olun, gəlin müsəlman olun. Yəni bütün dünyaya Peyğəmbərimiz mesaj gətirmişdi. Bu din, İslam dini bütün cahanı əhatə edəcək bildirdi ki, bu mütləq mühəqqəq olacaq. Bu ilahi vəddir. Allahın qanunudur. Peyğəmbər həmin rəvanla gedirdi. Yahudilər gəldilər Peyğəmbərimizin qarşısında nə maneələr düzəltdilər və qoymadılar Peyğəmbər bu hakimiyyəti həyata keçirsin. Amma Allah Teala hər bir Peyğəmbər üçün canişin qoyub, vəsiq qoyub, Peyğəmbərin də 12 dənə canişini gəldilər Peyğəmbərin həmin hədəfini icra etməyə. Deməli İmam Hüseyn əleyhissalam da Peyğəmbərin balası, Peyğəmbər buyurur ki, Hüseynun min divənə min Hüseyn, o da həmin hədəfi icra etməli idi. O da həmin ilahi hökumətin bərqərar olması, yer üzündə həyata keçməli idi. Bu ilahi bir vəzifə, bir təklif idi.